İctimai təşkilatın nümayəndələrinə, həm dövlət qurumlarının nümayəndələrinə bir daha şəhid ailəsi adından qohum olaraq mən bir daha təşəkkür edirəm. Və istəyirəm Rüstəm haqqında kiçik bir xatirə deyim mən sizə. Bilirsiniz ki, orduda çox məsul yerlərdə xidmət eləmişdi. Hətta kurslarda Türkiyəyə qədər getmişdi. Böyük dövlət əhəmiyyətli obyektlərin mühafizəsi kimi məsuliyyətli işlərin öhdəsindən gəlmişdi və artıq orduya gedəndə bu adam tam döyüşə hazır vəziyyətdir. Heç bir təlim keçməyə ehtiyacı olmayan bir vətən ordu kimi getmişdi. Və döyüşdü. Şuşaya qədər döyüşdü. Qismət bu imiş. Amma müharibəyə getməzdən əvvəl bir dəfə toyda bir yerdə gəlirdi maşından. Dedi, dayı, anam mənə deyir, evlən. Mən anama deyirəm ki, evlənmək mənim üçün hələ tezdir. Əvvəl evimi tikim. O, ali təhsilimi alım, sonra evlənərəm. Bax, bu balanın arzuları beləcə yarımçıq qaldı. Mən hisslərimi başqa bir ifadə eləyə bilmirəm. Bir onu deyim ki, bu şəhidlər olmasaydı bizim yerimiz haraydı? Biz indi nə vəziyyətdə olardıq? Torpaq uğrunda ölən varsa vətəndir. Bugün bu müqəddəs şəhidlərimiz varsa, demək vətənimiz var. Və o vətən bizim qürur yerimizdir. Ona görə də hər birimizin boynunun borcudur. Şəhidlərin xatirəsini heç vaxt unutmayaq. Mən belə bilirəm ki, bu şəhidlərimizin hər birimiz üçün bir ömür boyu xatirəsi qəlbimizdə yaşayacaqdır. Və sonda istəyirəm, uzağa getmirəm, başqasının sözünü demirəm, öz el oğlumuzun Sakitlikinin sözlərini deyim. Bir belə gün görməmişdi güneylər, bir fəryad var, axır məni küleylər. Qucaqlayar baş daşını küləklər, dağlar sənə laylay deyir şəhidim. Bir nəğməsən könüllərdə qalası, vətənimin yenilməyən qalası. Rahat uyu ay dağların balası, dağlar sənə laylay deyir şəhidim. Sən bir haqsan, haqqı yeməz bu dağlar. Bir də səni verər, verməz bu dağlar. Hər oğula laylay deməz bu dağlar. Dağlar sənə laylay deyir şəhidim. Ruhu şad olsun, məkanı cənnət olsun, məzarı nurla olsun. Və bir daha hər birinizə zəhmət çəkib gəldiyiniz üçün təşəkkür edirəm. Allah rəhmət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Belə biləm, gedək. İstəyirəm mən də bir sözlər. Buyurun. Mən Horoğlu məktəbinin... Siz sonra... Mayıs, demezse böyle, sana dur orada. Mən məktəbimizin məzunu olmuş Rüstəm Eminli haqqında qısa məlumat vermək istəyirəm. Rüstəm Eminli bizim ən sevimli şagirdimiz olmuşdur. O, könüllü olaraq müharibəyə qatıldı. Biz ARB televiziyasına təşəkkür edirik ki, bu ad günü, yəni 22 yaşı tamam olmaq münasibəti ilə Rüstəmin ad günü biz Rüstəmsiz qeyd edirik. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Allah bütün şəhidlərimizi, 3000 Azərbaycanda şəhid var, hamısı bizim balamızdır. Allah onların hamısına rəhmət eləsin. Biz də valideyninə səbir diləyirik, atasına, anasına səbir diləyirik. Allah şəhidlərimizi rəhmət eləsin. Sağ olun. Sağ olun, sağ olun. Mən belə bilirəm ki, artıq vaxtı gedək məzar başına. Mən onu demək istəyirdim ki, əgər orada belə çəkiliş olacaqsa, sözlər olacaqsa... Burada danışmaya ehtiyac yoxdur. Gedək. Gedək.